2 ədəd Alman implantı elədik. Bir implant ənq sümüyünə, sinus bölgəsinə dişlər çəkildiyindən əvvəlcədən orada atrofiya gedibdi və Haymer boşluğunda implant qoymaq sümük köçürməsiz, membranlarsız qeyri-mümkün idi. Biz o proseduru icra elədik. Bir ədəd də aşağı çənədə kistalı, böyük kistalı bir diş var idi. O dişi çəkib həmən implant elədik. İstəyirik soruşaq ki, pasiyentimiz. Xeyr doktor, qəti ağrı olmadı. Tam ağrısız. Çox sağ olun bizi seçdiyinizə görə. Çox sağ ol doktor, əlləriniz var olsun. Sağ Heç olun. qəti ağrı olmadı. Çox sağ olun. Sağ olun. Diqqətinizə görə minnətdarım. Və son nəticəmiz gördüyünüz kimi Haymer boşluğuna sümük tozu yeridib, membranlar qoyuldu və bir ədəd implant yerləşdirildi və aşağı çənədə kistalı diş çəkildi, kistalar təmizləndi və bir ədəd də implant həmin boşluğa yeridildi. Diqqətinizə görə minnətdarım.